Salam dostlar, bilirsiniz Vəhiy kitabı sirlərlə doludur, amma içində iki qrup var ki, xüsusilə diqqət çəkir. 144 min seçilmiş insan və iki şahid kimi tanınan çox güclü peyğəmbərlər. Bəs birdən bu iki qrup əslində eyni insanlar olsa necə? Gəlin bugün bu heyrətamiz ehtimalı və bunun arxasındakı məntiqi araşdıraq. Gəldik əsas suala. Bu 144 min nəfər kimdir axı? Və ən əsası, onları nə gözləyir? Bu suallar inanın əsrlərdir ki, neçə-neçə müzakirələrə səbəb olub. Gəlin biz də bugün bizə təqdim olunan dəlillərə bir-bir baxaq, görək nə çıxır. Yaxşı, gəlin bu tapmacanın, bu puzzle'ın ilk hissəsindən başlayaq. Söhbət 144 min mühürlənmiş insandan gedir. Görəsən, müqəddəs kitab onlar haqqında bizə dəqiq olaraq nə deyir? Deməli, mətn bizə deyir ki, onlar İsrailin bütün qəbilələrindən seçiliblər. Amma bir də vacib məqam var. Onların alınlarına xüsusi bir möhür vurulur. Bu sadəcə bir işarə deyil. Bu möhür, onların ilahi qoruma altında olduqlarının, doxunulmaz olduqlarının bir növ zəmanətidir. Və baxın bu rəqəm, 144 min. Bu rəqəm çox vacibdir. Düzdür, bəzi təfsirlər deyir ki, bu simvolikdir, amma bizim bugün araşdırdığımız məntiqə görə bu rəqəm hərfi, yəni tam dəqiq bir saydır. Və inanın, bu dəqiqlik hekayənin sonraki hissəsi üçün sanki bir açar rolunu oynayacaq. Baxın, burada elə bir incə detal var ki, çox vaxt gözümüzdən qaçır. Mətn demir ki, bütün qəbilələr möhürləndi. Yox, deyir ki, hər qəbilədən müəyyən sayda insan möhürləndi. Fərqi görürsünüz? Bu o deməkdir ki, söhbət bütün bir millətin xilasından getmir. Söhbət hər qəbilənin içindən seçilmiş, xüsusi bir qrupdan gedir. Bax, bu fərq onların missiyasını anlamaq üçün həyati əhəmiyyət daşıyır. Yaxşı, bura qədər aydındır. Onların kim olduğunu, necə seçildiklərini anladıq. Amma müqəddəs kitabda məhz bu nöqtədə çox qəribə bir boşluq yaranır. Elə bir boşluq ki, bizi birbaşa əsas sualımıza gətirib çıxarır. Və sual da budur. Yaxşı, bu 144 min nəfər möhürləndi. Bəs sonra hara gedirlər, nə edirlər? Ən maraqlısı da odur ki, mətn bu barədə dərhal heç nə demir. Sanki onlar səhnədən buxarlanıb yoxa çıxırlar. Bax, bu sirli yoxuş bizi tapmacanın ikinci, çox vacib bir parçasına gətirir. Və elə bu anda səhnəyə tamamilə yeni, amma inanılmaz dərəcədə güclü obrazlar daxil olur. 2. Şahid. Bəlkə də itkin düşən o 144 min nəfərlə bağlı sualın cavabı məhz onlardadır. Deməli, mətnə görə bu iki şahidə xüsusi bir səlahiyyət verilir. Onlar düz 1260 gün, yəni təxminən 3 il yarım peyğəmbərlik etməlidirlər. Fikir verin, bu çox konkret bir missiyadır, çox konkret bir zaman çərçivəsidir. Amma onların gücü sadəcə sözlərdən ibarət deyil, heç də yox. Onlar təbiəti idarə edə bilir, düşmənlərini bir anda məhv edə bilirlər. Bu, sadəcə güc nümayişi deyil. Bu, onların missiyasının nə qədər əhəmiyyətli, nə qədər ciddi və çətin olduğunu bir göstəricisidir. Tam fövqəltəbii bir səlahiyyət. İndi gəldik kulminasiya nöqtəsinə. Mənbənin bizə təqdim etdiyi o son həlledici dəlilə. Bütün o dağınıq görünən puzzle parçaları, bax, məhz burada bir araya gəlir. Və budur, o həlledici məqam. Xatırlayırsınız, Vəhiy kitabının 7-ci fəslində mühürlənib qəfildən yuxa çıxan o 144 min nəfəri, indi baxın. Bir neçə fəsil sonra 14-cü fəsildə onlar yenidən səhnəyə çıxırlar. Eyni qrupdur, eyni saydadır. Amma bu dəfə onlar tamam fərqli bir yerdədirlər. Sion dağında, quzunun düz yanında dayanırlar. Yaxşı, gəlin indi bütün bu məntiq zəncirini bir-birinə bağlayaq. Deməli, 1. 144 min nəfər möhürlənir. 2. Onların hara getdiyi sual altında qalır, yoxa çıxırlar. 3. Səhnəyə 2 şahid çıxır və çox güclü bir missiyanı yerinə yetirir. Və 4. O missiya bitən kimi həmin o 144 min nəfər Sion dağında yenidən peyda olur. Gördünüz, bütün puzzle parçaları sanki öz yerinə oturdu. Deməli, bu təfsirin gəldiyi yekun nəticə budur. O 144 min nəfər elə iki şahidin özüdür. Onların Vəhiy kitabında yoxa çıxdığı o aralıq var ha, əslində onların iki şahid kimi o çətin missiyanı, peyğəmbərliyi yerinə yetirdiyi dövrdür. Onların sonda Sion dağında peyda olmaları isə bu missiyanın uğurla tamamlandığının zəfərin bir sübutudur. Düşünün bir, bu təfsir Vəhiy kitabındakı iki böyük sirri bir-birinə necə də ustalıqla bağlayır. Bəs yaxşı, bu cür düşünmək, bu cür baxmaq, kitabın digər peyğəmbərlikləri haqqındakı anlayışımızı necə dəyişə bilər? Əgər bu əlaqə həqiqətən də doğrudursa, görəsən daha hansı sirlər açılmağı gözləyir? Bu barədə məncə düşünməyə dəyər. İzlədiyiniz üçün çox sağ olun.